Боб Проктор. Если вы не понимаете закон, это не значит, что его надо отвергать. Əgər siz qanunu başa düşmürsünüzsə, bu o demək deyil ki, onu inkar etmək lazımdır. Можно не понимать, что такое электричество, но ведь это отнюдь не mешает вам пользоваться его удобствами. Başa düşməmək olar elektrikin nə olduğunu. Но ведь это отнюдь не mешает вам. Amma axı bu qətiyyən heç bir halda mane olmur sizə пользоваться его удобствами. Onun verdiyi yəni rahatlıqlardan istifadə etməyə mane olmur. Я не знаю, как оно работает, зато я знаю. Mən bilmirəm o necə işləyir, yəni elektriçeство. Ona görə anodur burada. Зато я знаю, amma mən bilirəm. С помощью электричества можно приготовить человеку обед, но в то же время оно способно испепелить человека. С помощью электричества, elektrikin köməkliyi ilə можно приготовить человеку обед. İnsana nahar hazırlamaq mümkündür. Но в то же время оно способно испепелить человека. Və eyni zamanda da o insanı külə çevirməyə malikdir. Нередко люди пугаются своих негативных мыслей, когда начинают понимать великую тайну. Редко nadir halda deməkdir, нередко tez-tez deməkdir. Нередко люди пугаются своих негативных мыслей. Tez-tez insanlar qorxurlar öz negativ düşüncələrindən. Пугаться feilindən sonra родительный падеж gəlir. Когда начинают понимать великую тайну. Haçan ki başlayırlar başa düşməyə böyük sirri. Но вам следует знать, что позитивные мысли в сотни раз сильнее негативных. Это научно доказано. Но вам следует знать, amma siz bilməlisiniz ki, позитивные мысли, pozitiv düşüncələr в sotni раз сильнее негативных. 100 dəfələrlə güclüdür negativ düşüncələrdən. Это научно доказано. Bu elmi tərəfdən sübut olunub. Так что можете перестать беспокоиться по этому поводу. Так что bunu hamınız başa düşürsünüz. Tərcümə etmək olmur. Можете перестать беспокоиться по этому поводу. Bu səbəblə narahat olmağı dayandıra bilərsiniz. Yəni narahat olmaya bilərsiniz. Действительно требуется много негативных мыслей и постоянный негативный настрой, чтобы принести в вашу жизнь что-либо плохое. Həqiqətən də tələb olunur çoxlu negativ düşüncələr və постоянный негативный настрой, daimi negativ köklənmə, чтобы принести в вашу жизнь что-либо плохое. Gətirsin sizin həyatınıza nəsə pis bir şey. Тем не менее, если вы в течение некоторого времени настойчиво думаете о неприятностях, проблемы непременно проявятся в вашей жизни. Bununla bərabər, если вы в течение некоторого времени, hər hansı bir vaxt ərzində настойчиво думаете о неприятностях, inadla, ısrarla düşünürsünüz xoş olmayan şeyləri, проблемы непременно проявятся в вашей жизни. Problemlər gec olmadan, çox keçmədən təzahür edəcək sizin həyatınızda. Если вы волнуетесь о том, что у вас есть негативные мысли, вы притянете еще больше беспокойства и умножите эти мысли. Если вы волнуетесь о том, что у вас есть негативные мысли, əgər siz narahat olursunuz ki, sizin negativ fikirləriniz var, вы притянете еще больше беспокойства. Siz çəkəcəksiniz daha çox narahatlıqları. И умножите эти мысли. Və çoxaldacaqsınız bu düşüncələri. Решите прямо сейчас,
что отныне вы будете думать только о хорошем. Решите прямо сейчас, что hal-hazırda düz indi qərar verin ki, bundan sonra вы будете думать только о хорошем. Bundan sonra yalnız siz yaxşı şey düşünəcəksiniz. Заодно заявите Вселенной, что все ваши позитивные мысли могущественны, а все негативные слabı. Eyni zamanda bununla beraber kainata elan edəcəksiniz, bildirəcəksiniz ki, sizin bütün pozitiv düşüncələriniz güclüdür. Bütün negativ düşüncələriniz isə zəifdir. Слава Богу, в нашем мире между выражением желания и его реализацией есть временной промежуток. Allah'a şükür ki, bu deməkdir, в нашем мире, bizim dünyamızda, между выражением желания и его реализацией, arzunun ifadə olunmasıyla onun reallaşdırılmasının arasında есть временной промежуток. Müəyyən bir vaxt var, yəni vaxt aralığı var. Мысли не материализуются мгновенно, иначе мы бы здорово влипли. Düşüncələr tez materializə olunmur. Yəni o dəqiqə materializə olunmur. Yəni həyata keçmir. İnaçe мы бы здорово влипли. Əks halda biz çox yaxşı bir şəkildə cəncələ düşərdik. Element запаздывания работает на вас. Element, yəni gecikmə elementi sizə işləyir. Sizin üçün işləyir mənasındadır. Bu çox yaxşı bir frazadır. Работать на кого? Əgər siz bir yerdə işləyirsinizsə, kiməsə işləyirsinizsə, demək istəyirsinizsə, mən bu insana işləyirəm. Yəni siz öz əməyinizi verirsiniz ki, o insan qazansın. O insana işləyirsiniz. Müdür, hər hansı bir şirkətin sahibi nəticədə o insana işlənir. Belə olur ki, работать на кого? Он позволяет вам пересмотреть решение, подумать о том, чего вы хотите, и сделать новый выбор. O icazə verir, imkan verir sizə пересмотреть решение, qərarlarınıza yenidən baxmağı, смотреть baxmaq, пересмотреть yenidən baxmaq, yaxşı-yaxşı baxmaq. Подумать о том, чего вы хотите, nə istəyirsiniz o haqda düşünməyə, и сделать новый выбор və yeni seçim etməyə. Вся ваша сила, творящая вашу жизнь, доступна вам прямо сейчас, потому что сейчас вы думаете. Вся ваша sila, sizin bütün gücünüz, tворящая вашу жизнь, sizin həyatınızı yaradan bütün gücünüz, доступна вам прямо сейчас. Hal-hazırda, düz indi sizin üçün bu əlçatandır. Потому что сейчас вы думаете. Ona göre ki siz indi düşünürsünüz. Если у вас раньше были какие-то мысли, способные принести вам неприятности, то вы можете их изменить прямо сейчас. Если у вас раньше были какие-то мысли, əgər sizin əvvəllər hər hansısa düşüncələriniz var idisə, способные принести вам неприятности, o düşüncələr ki, sizə yaxşı şeylər gətirməyə malik deyildi, то вы можете их изменить прямо сейчас. Siz onları dəyişə bilərsiniz indi. Вы можете стереть прежние мысли, заменив их добрыми и позитивными. Siz əvvəlki düşüncələri silə bilərsiniz, əvəz edərək onları xoş, yaxşı və pozitiv düşüncələrlə. Время работает на вас. Vaxt sizə işləyir. Потому что вы можете подумать о другом и сменить частоту уже сейчас. Ona görə ki, siz başqa şey haqqında düşünə bilərsiniz və tezliyinizi artıq indi dəyişə bilərsiniz. Yəni başqa tezliyə keçə bilərsiniz. Вам нужно научиться осознавать свои мысли и тщательно их выбирать. Sizə lazımdır öyrənmək,
dərk etməyi öz düşüncələrinizi, yəni öz düşüncələrinizi dərk etməyi öyrənmək və tщательно, yəni çox belə həssaslıqla onları seçməyi öyrənmək həm də. Кроме того, надо научиться получать удовольствие от этого процесса, потому что вы, ваша жизнь, ваше собственное произведение, ваш шедевр. Bundan başqa, кроме того, надо научиться получать удовольствие от этого процесса. Bu prosesdən zövq almağı öyrənmək lazımdır. Потому что вы, ваша жизнь, ona görə ki siz və sizin həyatınız ваше собственное произведение, sizin şəxsi əsərinizdir. Ваш шедевр, sizin şedevrinizdir. В своей жизни вы Микеланджело и Давид. Вы сами себя ваяете. Öz həyatınızda siz Mikelangelo'suz, Davidsiz, siz özünüzü vayet heykəlini yaratmaq deməkdir bir şey. Yəni siz özünüzün heykəlini yaradırsınız. Одним из способов управления мыслями является успокоение разума. Düşüncələri idarə etməyin bir üsullarından biri də является успокоение разума. Sayılır idrakin sakitləşməsi. Все без исключения наставники, представленные в этой книге, ежедневно практикуют медитацию. Bütün istisnasız, ixtisarsız, yəni bütün öğüd verənlər, представленные в этой книге, bu kitabda, yəni təqdim olunan öğüd verən o şəxslər, ежедневно практикуют медитацию. Gündəlik olaraq meditasiya edirlər. Praktika etməkdir, yəni meditasiya edirlər. Пока я не открыла для себя тайну, я не понимала, насколько могущественной она может быть. Пока я не открыла для себя тайну, hələ ki mən sirri özümə açmamışdım, я не понимала, mən başa düşmürdüm, насколько могущественной она может быть. Nə qədər güclü, qüdrətli o ola bilər. Она успокаивает разум, помогает контролировать мысли и восстанавливает телесные силы. Она успокаивает разум. İdraki, dərakəni sakitləşdirir o. Помогает контролировать мысли. Kömək edir düşüncələri kontrol etməyə. И восстанавливает телесные силы. Və bədən gücünü bərpa edir. Я обрадую вас. Mən sizi sevindirəcəm. Не обязательно посвящать медитации многие часы. Vacib deyil, mütləq deyil ki, meditasiyaya həsr edəsiniz çoxlu saatlar. Для начала хватит и 3-10 минут в день. Даже эти минуты невероятно полезны для контроля над мыслями. Для начала хватит, başlanğıc üçün bəsdir 3-10 minut в день. Gündə 3-5 dəqiqə də bəsdir. Хватить feilindən sonra həmişə родительный падеж gəlir. Даже эти минуты, hətta bu dəqiqələr невероятно полезны, inanılmaz dərəcədə xeyirlidir для контроля над мыслями. Düşüncələr üzərində kontrol üçün. Чтобы осознать собственные мысли, вы также можете создать у себя установку. Чтобы осознать собственные мысли, öz düşüncələrinizi dərk etmək üçün вы также можете создать у себя установку. Siz həmçinin edə bilərsiniz, yəni yarada bilərsiniz özünüzdə установка, yəni bir qurğudur. Yəni belə bir qurğu yarada bilərsiniz. Я хозяин своих мыслей. Mən öz düşüncələrimin sahibiyəm. Повторяйте это, медитируйте об этом, и по закону притяжения вы действительно станете хозяином собственных мыслей. Повторяйте это, təkrar edin bunu, медитируйте об этом, bu haqda meditasiya edin, и по закону притяжения və cazibə qanununa görə вы действительно, siz həqiqətən də станете хозяином собственных мыслей. Olacaqsınız
sahibi öz düşüncelerinizin. Знание, что вы получаете сейчас, поможет вам сотворить самую прекрасную версию вас. Bilik, hansı ki siz indi əldə edirsiniz, kömək edəcək sizə yaratmağa самую прекрасную версию вас. Sizin ən yaxşı versiyanızı yaratmağa kömək edəcək. Возможность ее уже существует на чистоте, самая великолепная версия вас. Возможность ее, yəni onun imkanı, возможность imkan deməkdir. Onun imkanı, mümkünlüyü уже существует на чистоте. Artıq var, artıq yaradılıb. Tezlikdə, hansı tezlikdə? Самая великолепная версия вас. Sizin ən möhtəşəm versiyanız olan tezlikdə artıq o var, o versiya var. Bu cümlənin mənası bu deməkdir. Решите, кем вы хотите быть, что делать и что иметь. Qərar verin, kim olmaq istəyirsiniz, nə etmək istəyirsiniz, nəyə sahib olmaq istəyirsiniz. Думайте об этом и излучайте нужную чистоту, и ваша мечта станет жизнью. Bu haqda düşünün, излучайте нужную чистоту, lazım olan tezliyi yayın, и ваша мечта станет жизнью. Sizin arzunuz həyat olacaq. Yəni sizin arzunuz həyata keçəcək.